Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan radiosu ilə Azərbaycan dilində verilişə başlayarıq. Mikrofon qarşısında jurnalist Söhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Rusiya Poçtu günü çərçivəsində Mahaçqalada daha bir şöbə açılıb. Bu əlaqəli mərasimdə Respublika rəhbəri Ramazan Abdullatipov və Poçtu Rusiya Federal Dövlət Unitar Müəssisəsinin baş direktoru Dmitri Strashnov iştirak edib. Nümayəndəlik müxtəlif xidmət növünün göstərilməsi üçün 13 əməliyyat pəncərəsinin yerləşdirildiyi yeni korpusa nəzər yetirib. Burada elektron növbə sistemi fəaliyyət göstərəcək. Binanın inşasına hələ 2007-ci ildə başlanmış və tezliklə dayandırılmışdı. Hazırda federal büdcə hesabına poçt rabitə obyektlərinin modernizasiyası layihəsi çərçivəsində inşaat işləri bərpa edilib. Respublika rəhbəri Poçtu Rusiya'nın baş direktoru Dmitri Strashnovu poçt xidmətinin inkişafında əməyə görə fəxri fərmanı ilə mükafatlandırıb. Xatırladaq ki, Respublika filialı tərkibinə 7 şöbə və avtobaza daxildir. Poçt xidməti 570 bölgə tərəfindən göstərilir ki, onların 488-i kənd yerlərində yerləşir. Respublika rəhbəri Ramazan Abdullatipov iş səfəri ilə Dərbənddə ikən bir neçə yerli müəssisəyə baş çəkib və aqrosənaye kompleksini dəyərləndirib. Onun sözləri ilə müvafiq potensiala malik munisipalitet asanlıqla necə ki öz, eləcə də qonşu bazarların tələbatını ödəyə bilər. Bir il əvvəl 400 hektarda üzüm bağı salmış Vinogradar müəssisəsi rayonda yeni iş yerlərinin təmini ilə regionun inkişafına təsir göstərir. Layihənin ümumi dəyəri 40 milyon rubuldan ibarətdir ki, bunun 25 milyonunu dövlət tərəfindən ayrılmış subsidiyalar təşkil edir. Respublika rəhbəri bunun dövlətin və fərdi investorların səmərəli qarşılıqlı fəaliyyət nümunəsi olduğunu qeyd edib. Sonra nümayəndəlik İliç adına şərab zavoduna baş çəkib, hazırda müəssisə bağlıdır, avadanlıq satılıb, 500-dən artıq yerli sakin işsiz qalıb. 80-ci illərin sonunadək burada sutka ərzində 1 tonadək üzüm emal olunurdu. Mövsüm gedişində 15 milyon litr məhsul əldə etmək mümkün idi. Rayon müdiriyyətində keçmiş müşavirədə isə 2014-cü il üzrə sosial-iqtisadi inkişaf yekunları nəzərdən keçirilib. Respublika rəhbəri aqrosənaye kompleksi göstəricilərinin zəifliyini vurğulayıb. 30 min hektara yaxın kənd təsərrüfatı əhəmiyyətli torpaq fonduna malik region müvafiq siyahıda liderlər sırasına daxildir. Rayon rəhbəri vəzifəsini icra edən Məhəmməd Cəlilov ötən ilin yekunları və cari ilə iş planı barədə ətraflı məlumat verdi. O, eyni zamanda bir neçə istiqamətdə iş aparıldığını qeyd edib. Əhalinin köhnə mənzillərdən köçürülməsi, torpaq sahələrinə nəzarət sisteminin şəffaflığının təşkili və s. Necə ki, Respublikanın eləcə də qonşu Azərbaycan Respublikasından investorların cəlbi üzrə iş isə ön sıraya çəkilir. Dərbənd müdiriyyətində keçmiş müşavirədə isə şəhərin 2000 illiyinin bayram edilməsinə hazırlığın gedişi müzakirə olunub. Dağıstanda 4 milyon hektara da kənd təsərrüfatı əhəmiyyətli torpaq sahələri mövcuddur. Torpaqların müəyyən hissəsi istifadəsiz qalır, yaxud qeyri-səmərəli istifadə olunur. Bu əlaqədə Respublika Əmlakını İdarə Nazirliyi qarşısına sahələrin qeydə alınması, yol xəritəsinin tərtibatı, torpaqların icarə və sub icarəsi kimi məsələləri həll etmək tapşırığı qoyulmuşdu. Bütün bunlar ardıcıllıqla nizamlanır. 150 min hektar sahə istifadəsiz qalırdısa, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu rəqəmi 100 min hektara endirmək mümkün olub. 50 min hektarda düyü və digər mədəni bitkilər yetişdirilir. Region rəhbəri nəzdində Şuranın Respublika hökumətində keçmiş müşavirəsi gedişində qeyd olunan məsələlər müzakirəsini tapıb. Regionda aqrosənaye kompleksinin inkişafına həsr olunan tədbirdə profilli nazirlik və idarələrin nümayəndələri, bələdiyyə qurumları, eləcə də kənd təsərrüfatı müəssisələrinin rəhbərləri iştirak edib. Respublika rəhbəri vurğulayıb ki, hər rayona aqrosənaye kompleksinin inkişafı üzrə mütəxəssis göndərilməlidir. Tapşırıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq olunmalıdır. Əvvəlcə isə bütün işçilər attestasiyadan keçməli olacaq. Respublikada aqrosənaye kompleksinin inkişafı torpaq islahatları proqramının tətbiqindən birbaşa asılıdır. Respublika hökuməti sədrinin müavini Şərif Şəripov öz çıxışında müvafiq sahənin inkişafı üzərində dayanıb. Qeyd olunub ki, Kizlər rayonunda taxıl istehsalı zavodu inşa olunub, infrastrukturu təmin edilməyib. Gergebil rayonunda heyvandarlar digər problemlə üzləşib, köç heyvandarlıq torpaqlarının statusu müəyyən edilməyib. Əhalinin gərəkli xidməti təmin edəcək çox funksiyalı mərkəzlərin fəaliyyətinə ehtiyac duyduğu vurğulanıb. Yuxarıda qeyd olunan məsələlərin və müşavirədə açıqlanmış digər problemlərin vaxtında aradan götürülməsi üzrə tapşırıqların tətbiqi Respublika hökumətinə həvalə olunub.
Respublikanın Fövqəladə Hallar Nazirliyi tərəfindən bu günlər Dağıstanın Dağlıq, Dağətəyi və Aran rayonlarında yüksək yanğın təhlükəsi elan olunur. Xilaskarlar vətəndaşları təhlükəli zonalarda tonqal qalamaqdan çəkinməyə, meşə sahəsində istirahət edənləri son dərəcə ehtiyatlı olmağa səsləyir. İyul ayının 24-də Mahaçqalada mini futbol üzrə Dağıstan çempionatı start götürəcək. Müvafiq məlumatla Respublika Mini Futbol Federasiyasının prezidenti Ənvər Paşa Məhəmmədov çıxış edib. Bugünə Respublikanın şəhər və rayonlarından 6 komanda oyunlarda iştirakını təsdiqləyib. Mini futbol çempionatı paytaxtın 39 nömrəli məktəbinin meydançasında keçəcək. Yarışların yekunu üzrə sentyabr ayının 27-sində Mahaçqalada keçəcək. Qafqaz xalqlarının ənənəvi mədəniyyət və idman festivalında iştirak üçün yığma komandanın tərkibi seçiləcək. Siz xəbərlər buraxılışını dinlədiniz.